Mən Hacı Şahinə yeni baxmağa başlamışam. Həmişə yoldaşım ona baxanda deyirdim, onu söndər, yəni ətim tökülür ki, insanlar necə buna baxa bilərlər. İndi baxıram, adam əməlli başlı sizə psixoloqluq eləyirmiş. Mən dindən danışanda məni gəlib asıb kəsirsiniz ki, siz ilahiyyatçı deyilsiniz. Və yaxşısı niyə ona demirdiniz ki, sən psixoloq deyilsən, nə qədər yanlış göstərişləri var insanlara, nə qədər yanlış məsləhətlər verir. Axtarsan heç bir sosioloq yoxmayıb, psixoloq yoxmayıb, amma özündə ixtiyar verir insan münasibətlərinə dair göstəriş verməyə. Mən bir akademiya bitirmişəm, bir universitet bitirmişəm və uşaqlıqdan insan münasibətlərini araşdırıram, amma heç seansıma gələn insanlara tövsiyə eləmirəm. Bir insanın özündə nə qədər müştəbih olsun ki, başqalarına göstəriş vermə egosuna sahib olsun. Ona görə arada bəzi şeyləri paylaşacağım, inciməyin.